Salam əziz izləyicilər, bu gün sizə diskriminantsız, kvadrat tənliyi diskriminantsız köklərini tapmağı üsulunu öyrənəcək bir yerdə. Bu üsul bizə nəyə görə lazımdır? Testlərdə vaxt itkisinə yol verməməyə görə. Deməli, ax kvadrat plus bx plus c-nin köklər hasili yadınızdadırsa c bölü a-ya bərabər idi. Köklər cəmdə mənfi b bölü a-ya. Çevrilmiş kvadrat tənliyi hansı kvadrat tənlikdir? Elə bir adi kvadrat tənliyi hər bir əmsalını a-ya böldükdə bu şəkildə alınır və x kvadrat plus px plus q şəklində, yəni kvadratın qarşısındakı əmsal 1 olur və bunun köklər hasili q-yə, köklər cəmi isə mənfi p-yə bərabər olur. Bu bildiyimiz şeydir, sadəcə təkrarlayırıq ki, bu bizə lazım olacaq. İndi hər hansı bir çevrilmiş kvadrat tənlik yazırıq. X kvadrat plus px plus x kvadrat çıx 4x üstəgəl 3 bərabərdir 0. Bax, bunun köklər hasili 3-ə bərabərdir. Köklər cəmi isə b-nin əksinə. Bax, bu qaydaya görə 4-ə bərabərdir. Və vuranda 3, toplayanda 4 eləyən ədədlərimiz hansı ədədlərdir? 1 və 3. Və biz bunun köklərini bu şəkildə tapa bildik. Çevrilmiş kvadrat tənliyin köklərini Viye teoreminin köməyi ilə köklərini tapa bildik asan şəkildə. Ancaq adi kvadrat tənliyin köklərini isə tapa bilmirik. İndi nə edirik? Diqqətdən qulaq asın. Mən adi kvadrat tənlik yazmışam. Diqqətdən qulaq asın. İndi bunun köklərini tapmağını sizə öyrədəcəm inşallah. Deməli, birinci kvadrat tənlikdən başlayırıq. Deməli, 4-ü vururam mənfi 1-ə, mənfi 4 eləyir. Və vuranda mənfi 4, burada əmsalda diqqətli olun. 4-ü vurduq mənfi 1-ə, A-nı C-yə vuruq. Vuranda mənfi 4, toplayanda mənfi 3 eləyən ortadakı x-in əmsalının əksi. Vuranda mənfi 4, toplayanda mənfi 3 eləyən ədədlər hansı ədədlərdir? Mənfi 4-lə 1. Və bu əmsalları bu ədədləri yenidən qarşıdakı əmsala bölürük. Deməli, kökləri nə oldu? Mənfi 1-lə 4-də 1. Bir daha, bax, 5-i vururuq mənfi 4-ə, eləyir mənfi 20. Vuranda mənfi 20, toplayanda isə mənfi 1 verən ədəd hansı ədədlərdir? Mənfi 5-lə 4. Və bu ədədləri yenidən qarşıdakı əmsala bölürük. Aha, 3-ü vururuq mənfi 6-ya, mənfi 18. Vuranda mənfi 18, toplayanda isə mənfi 7 verən ədəd hansı ədəddir? Mənfi 9-dan 2. Və sonra bu ədədləri yenidən qarşıdakı əmsala bölürük. Aldığımız ədədlər bu kvadrat tənliyin kökləridir. Kökləri. Aha, baxaq, 2-ni vururuq mənfi 6-ya, mənfi 12. Və qol ayırırıq. Vuranda mənfi 12, toplayanda mənfi 1 verən ədəd hansı ədəddir? Mənfi 4-lə 3. Və bu ədədləri yenidən qarşıdakı əmsala bölürük. Bu şəkildə. Sonuncu kvadrat tənliyini özünüz fikirləşin, tapın, görün tapa bilirsinizmi? Videonu dayandırın, özünüz tapın. Sonra videonu yenidən başladın və ardına baxın, görün, həqiqətən də düz tapırsınızmı? 4-ü vururuq mənfi 7-yə. Vuranda mənfi 28, toplayanda mənfi 12 verən ədəd mənfi 14-lə 2-dir. Və bu əmsalları ədədləri yenidən qarşıdakı əmsala bölürük. Yəni 4-ə bölürük. Bax, bu aldığımız ədədlər bu kvadrat tənliyin kökləridir. Özünüz də fikir verdiniz yəqin ki, gördüyünüz kimi kvadrat tənliyin diskriminantsız köklərini tapdıq. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Onlayn hazırlıq üçün şəxsiyə yaza bilərsiniz. Sentyabr ayından etibarən 9-cu və 11-ci siniflər üçün onlayn hazırlığımız başlayır.